sonsuzluğa görə müalicə edirik adı altında narkozla yumurtalarını götürürlərmiş və o xanım uzun illər elə anlayıb ki, sonsuzluğa görə onu müalicə eləyir həkim. 700-800 manata yumurta donoru axtarılır ya da başqasına həyat ver. Axır vaxtlar sosial şəbəkələrdə bu cür elanlara tez-tez rast gəlirik. Belə elanlar bir tərəfdən övlad sahibi ola bilməyənlərin ümid yeri olsa da, digər tərəfdən bəziləri hətta bilmədən donor ticarətinin qurbanına çevrilir. Bir xanım var ki, bu bazarın qurbanlarından biri olub. Həmin xanım uzun illər fərqində olmayıb başına gətirilənlərdən. Burada həkim də cinayət məsuliyyəti daşıyır, burada həmin klinikada cinayət məsuliyyəti daşıyır. Çox təəssüf ki, bugün həmin həkim həyatda yoxdur və ona görə də həmin xanım artıq fərqində olduqdan sonra həmin həkimin haqqında şikayət eləməsi də bir əhəmiyyət daşımır artıq. O könüllü eləmirmiş və fərqində deyilmiş nə satdığının. Əslində pul onun özünə də ödənilmirmiş, keçmiş və rəhmətə getmiş qaynanasına ödənilirmiş. Lalə Mehralının sözlərinə görə insanlar bu işə qan donorluğu qədər sadə və xoşniyyətli iş kimi yanaşsalar da məsələnin mahiyyətini tam dərk etmirlər. Hər ay hormon iynələri vasitəsindən follikulunu yetişdirib satanda fərqində olmalıdırlar ki, hər ay 2 və ya 5 uşaq dünyaya gətirmiş sayılırlar və onlardan xəbərsiz, onların övladları tanımadığı ailələrdə, tanımadığı şəraitlərdə böyüyür. Ginekoloqlar yumurta yetişdirmə və toplama prosesinin riskli olduğunu deyirlər. Ödənilən pul da buna görə təklif olunur. Belə ki, proses zamanı yumurtalıqların şişməsi baş verə bilər. Yumurta toplama da kiçik cərrahi müdaxilədir və zədələnmə, infeksiya riskləri var. Donorun orqanizmində follikullar böyüdülür, yəni onun bədəninə dərmanlar yeridilir, sonra da bir müdaxilə ilə, iynə ilə onlar aspirasiya edilir. Dərman müalicəsində özünə məxsus risklər vardır. Beləliklə, yumurta donorluğu zamanı qadın bir miqdar öz həyatını riskə gedir, öz orqanizmi ilə oynayır, bəli. Bəs bu cür hallarda qanunvericilik nə deyir? Sonsuzluqla mübarizədə bu müalicə metodu nə dərəcədə ədalətli və effektivdir? Follikul donorluğu insan toxuma orqan və toxuma transplantasiyası haqqında qanunvericiliyin də müəyyən müddəalarını özündə ehtiva etdiyinə görə və xüsusən də Gələcək Geni Fondunun qohum evlilik